Siz hələ belə bir xəncəl yeməmisiniz. Hamının restoranlarda yediyi xəncəl görüb dedik ki, gəlin kəndə gedək. Əsl dadlı xəncəl yeyək. Necə deyərlər, vişimizi yığıb düşdük yola. Bahar xalamız və mamamız öz əlləri ilə bizə xəncəl hazırladı. Burada Bahar xala xəncəlin sirləri haqqında danışır. Bir neçə sirri də mənimlə bölüşür. Mən xəmir yeməklərini çox sevirəm. Bəs sizin sevdiyiniz yemək hansıdır? Şərhlərdə mənimlə bölüşün. Açıq ocağın istisi, odun qoxusu, küləyin səsi, hamısı birləşib o kəndin sevimli ab-havasını yaradır. Təbii ki, hazırlıqlara mən də kömək etməsəm olmazdı. Gördüyünüz bütün bu hazırlıqları mən etmişəm. Budur artıq xəncəl hazırdır. Etiraf edim ki, xəncəli görüb çəkməyi unutmuşam. Əziyyəti və əməyə keçən hər kəsə buradan təşəkkür edirəm. Allah hər kəsin süfrəsini bərəkətli, ailəsini sağ-salamat etsin. Bizdən bu qədər. Növbəti videoda yenə birlikdə olarıq. Videonu bəyəndinsə bəyənməyi unutma. Görüşərik.